Salam, kanalımızda hər birinizi xoş gördük, dəyərli izləyicilər. Bugünkü videomda çox dadlı və çox da asan lobiya turşusu hazırlayıram. Qonaq süfrələrinə çox yaraşır lobiya turşusu, öz fərqliliyi ilə seçilir və həm də o qədər də asan başa gəlir. Keçək turşumuzun hazırlanmasına. Bunun üçün mən payızlıq körpə lobiya almışam, təmiz yumuşam. Hazırlamaq üçün bankaları steril edirəm və biraz da bir qaba soyuq su tökürəm. Lobiya turşusunu hazırlamaq üçün mənə turşuluq, duz, sarımsaq və üzüm sirkəsi lazımdır. Əvvəlcədən geniş bir qazanın içərisinə su qaynadıram və lobiyaları hissə-hissə bunun içərisinə əlavə edirəm. Və lobiyanı götürüb əlimdə bir ədədini bu formada yoxladım. Belə qatlayanda qırılmırsa, deməli lobiyalarımız yaxşıdır. Tez qaynar sudan çıxardıb, başqa bir qabda götürdüyüm soyuq suyun içərisinə tökürəm lobiyaları. Daha sonra isə soyuq suyun içərisindəki lobiyaları aş üstünə yığıram və suyu çəkilsin. Təmiz götürdüyüm bankaların içərisinə hərəsinə 4-5 ədəd sarımsaq atıram və lobiyaları əlimdə dəstələyib bankanın içərisinə yerləşdirirəm. Həmişə olduğu kimi təzə qapaqlarımı qaynar suda 5-6 dəqiqə saxlayacağam. Bankaya yığdığım lobiyaların üzərinə 3-4 ədəd sarımsaq kəsikləri və bir dolu çay qaşığı turşuluq duz və hər bankaya isə yarım armud stəkan üzüm sirkəsi əlavə edirəm. İstifadə etdiyim sirkə mağazadan alınma üzüm sirkəsidir. Və sonra isə üzərinə qaynaya çaynikdən isti su tökürəm. Tam lobiyaların üzəri dolana qədər, kənarlarından isə havanını çıxardıb, qapaqlarını qoyub bağlayıram. Əziz xanımlar, bu turşunu bir dəfə hazırlasanız, inanın ki, hər il hazırlamaq istəyəcəksiniz. Hazırlayın, nuş edin və əgər videomuzu bəyəndinizsə, kanalımıza abunə olub, yorum yazmağı unutmayın. Salamat qalın, Allaha əmanət olun.